Salam əziz şagirdlər. Bu günlərin biz mövzu sınaq 17-nin suallarına baxacağıq inşallah. Birinci sualdan başlayaq. Sxema uyğun olan doğru cavabları müəyyən etmək lazımdır. Sacıoğlu dövlətinə aid olan ifadə boş buraxılıb. Bilirik ki, Sacıoğlu dövləti Azərbaycanı vahid dövlət şəklində birləşdirib. Nümayəndələr Afşin ləqəbi daşıyırdı. Azərbaycanın cənubunda yaranıb. Daha sonra baxırıq. Dövlətin ərazisi Dərbənddən İran körfəzinə qədər olmaz. Dərbənddən Zəncan və Həmədana qədərdir. Ərəb xilafətinin Azərbaycan ilk yürüşləri nəticəsində süqut edib, xeyr. O 7-ci əsrdə olub yürüşlər. Sacıoğlu dövləti isə 9-cu əsrdə yaranıb. Şirvanşahlar dövləti ilə cənubda həmsərhəd idi. Xeyr, Şirvanşahlarla şimalda həmsərhəd idi. Tarix Azərbaycan torpaqlarında təxminən 9-cu əsrin ikinci yarısında meydana gəlmişdi. Bəli, bu doğru cavabdır. Ərəb xilafətinin yaranmasından əvvəl meydana gəlməmişdi. Ərəb xilafətinin yaranmasından sonra meydana gəlib. Ona görə də bu da yanlışdır. Doğru cavab deyil. İkinci sual Parfiya Atropatena dövlətlərinə aid oxşarlıqdır. Biz bilirik ki, qədim dövlətlərimizdən həm Atropatenanın da Albaniyanın da Parfiyanın həmsərhədliyi var və Atropatena Albaniyanın da həmsərhəddir. Parfiya da Albaniyanın həmsərhəddir. Ona görə də burada biz A-nı götürməliyik. Hər iki dövlət Albaniya dövləti ilə həmsərhəd olub. Cavab A. O bir cavablara baxsaq, Parfiya Azərbaycan dövləti deyil zaten. Bütün Azərbaycanı Atropatena birləşdirməyib. Ulmiya göl ətrafında Parfiya yaranmayıb, Atropatena yaranıb. Eramızın əvvəllərində bunlar eramızdan əvvəl yaranmış dövlətlərdir. Üçüncü sual daha sonra baş vermiş hadisəni müəyyən edin. Nadir xan tərəfindən ölkənin ərazi bütövlüyünün təmin edilməsi bu Səfəvilər dövləti ərazilərini itirəndən sonra 2-ci Təhmasibin dövründə olan hadisələrdir. Yəni Muğan qurultayına qədər olan hadisələrdir. 18-ci əsr olsa da, Əfşarlar dövləti də 1736-da yaranıb, o da 18-ci əsrdir. Demək ki, Azərbaycan Türk dövləti tərəfindən Xəzər dənizli hərbi donanma yaradılmasına təşəbbüs göstərilməsi bu Əfşarlar dövlətinə aiddir, yəni 1736-cı ildən sonra. Səfəvilər dövlətinin süqut etməsi o da 1736-dır və Muğan qurultayının çağırılması o da 1736-dır. Deməli, burada daha sonra olan hadisə qurultaydan sonra baş verməlidir. Ona görə də burada biz C-ni götürəcəyik. Çünki bunu edən Nadir şahdır və bu Nadir şah bunu etməsi üçün Əfşarlar dövləti yaranmalıdır. Əfşarlar dövlətinin yaranmasından sonra baş verməlidir. Doğru cavab C olur. Dördüncü suala baxırıq. Bayandurlu dövləti Səfəvi dövlətindən fərqli olaraq Araz çayının cənubdakı torpaqlarda meydana gəlmişdi. Hər ikisi cənubda yaranıb. 15-ci əsrin əvvəllərində yaranmışdı. Xeyr, 15-ci əsrin ikinci yarısında yaranıb. 15-ci əsrdə Azərbaycan torpaqlarında mövcud olan yeganə dövlət idi. Xeyr, özündən əlavə olaraq Şirvanşahlar dövləti var idi. Şirvanşahları asılı hala salmışdı. Xeyr, Bayandurlu Şirvanşahlarla dost və müttəfiq olub. Doğru cavab Y-dir. Bəli, Bayandurlu Səfəvilərdən fərqli olaraq Sultan II. Mehmedlə, yəni Osmanlı hökmdarı Sultan II. Mehmedlə 15-ci əsrin ikinci yarısında mübarizə aparıb. Gəldik 5-ci suala. 5-ci sual Albaniya dövlətinin qədim dövr, baxın burada bunu qeyd alıram, qədim dövrünə aid olan sxemi tamamlamaq lazımdır və xarici siyasət olmalıdır. Yəni biz burada iki şeyə fikir verməliyik. Həm qədim dövr olmalıdır Albaniyaya aid, həm də xarici siyasət olmalıdır. Cavablara baxırıq. Yerli pullardan istifadə bu daxili siyasətdir. Əhalinin təsərrüfatda müxtəlif sahələrlə məşğul olması bu da Qəbələnin paytaxt şəhər olması bu da daxili məsələdir. Ərəblərə qarşı mübarizə aparmaq və Roma təhlükəsinə qarşı müqavimət. Bəli, bunların ikisi də xarici siyasət sayıla bilər. Amma ərəblərə qarşı mübarizə orta əsrlərdə olduğuna görə bundan imtina edirik. Doğru cavab D-dir. Roma təhlükəsinə qarşı müqavimət. Atropatena dövlətinin ticarət əlaqələri saxlamadığı ölkə və ya dövlət. Deməli, Hindistanla əlaqə saxlayıb, Çinlə saxlayıb, Albaniya ilə saxlayıb, zaten qonşudur. Manna zaten onun dövründə olmayıb. Ərəb xilafəti də olmayıb. Ona görə də 4 ilə 5 doğru cavabdır. C cavab. 8-ci sual Tunc dövrünə aid olmayan hadisələri tapmaq lazımdır. Kanal və arxlar çəkilib, kahinlər xüsusi nüfuza sahib olub, ilk dəfə metaldan istifadə edilməyib. Bu misli daş dövrünün sonundadır. Misdən və tuzdan bəzək əşyaları hazırlanıb, doxa əkinçiliyi yaranıb. Xeyr, bu da daş dövrüdür. Ona görə də doğru cavab 3-5 C cavab. 9-cu suala gəlirik. Daha əvvəl baş vermişdir. Qızıl Arslan ölkənin daha qüvvətləndirməsi bu 12-ci əsrdir. Elxanilərin yaranması 13-dür. Ərdəbil hakimliyi yaranması 13-dür.
Arslan Şahın sultan elan edilməsi 12-dir. Teymurilərin Azərbaycan ilk hücumları 14-cü əsr və 15-ci əsr, 14 bizim kitabımızda 15-ci əsr kimi görsənir. Yəni Qara Yusifin dövründə olan hadisələrdə, ona görə də 15 götürsək belə aydın olur ki, burada ayla o da yad edir. Amma biz bilirik ki, Şəmsəddin Eldəniz, Atabəy Eldəniz böyük deməli Arslan Şahın Atabəyidir. Arslan Şahı sultan elan edəndən sonra özü də böyük Atabəy olur. Sonra digər işləri görür, ölkəni böyüdür falan filan və sonra o ölür, öləndən sonra onun evlatları hakimiyyətə gəlir, məsələn Qızıl Arslan gəlir və o bilirsiniz ki, ilk dəfə sultan titulu götürüb və o dövləti qüvvətləndirir. Dolayısıyla hadisələri məntiqlə baxsaq görərik ki, bəli orada əvvəl olan hadisə Arslan Şahın sultan elan edilməsi doğru cavab dedir. 10-cu suala baxırıq. Xürrəmlər hərəkatına aiddir. Əhalinin yalnız yuxarı təbəqəsinin hərəkətə qoşulması, xeyr, bütün təbəqələri qoşulmuşdu. 9-cu əsrin sonlarında hərəkətə Babəkin rəhbərlik etməsi, xeyr. 9-cu əsrin əvvəllərində və ortalarının bir hissəsində rəhbərlik edib. Ordusunda güclü nizam olmaması, xeyr, güclü nizam var idi. Xəlifənin Azərbaycanda hakimiyyətinə son qoyması, xeyr, belə bir şey də yoxdur. Sadəcə o xilafətin Azərbaycanda hakimiyyətini bir balaca sarsıtmışdı, zəiflətmişdi müvəqqəti olaraq. Amma son qoymamışdı təbii ki. Çünki Xürrəmlər hərəkatı yatırılıb. 9-cu əsrin 30-cu illərində Yadel Əsədlə qarşı azadlıq mübarizəsi kimi davam etməsi, bəli 30-cu illər 837 qədər davam etdiyinə görə biz burada Y cavabını götürməliyik. 11-ci suala gəlirik. Atropatena və Albaniya dövlətlərinə aid oxşarlığı müəyyən edin. Eramızın əvvəllərində meydana gəlməsi, xeyr, yanlışdır. Eramızdan əvvəl meydana gəliblər. Roma ordusuyla mübarizə aparmaq, bəli. Dövlətin adı, ilk hökmdarın adı ilə bu ancaq Atropatenaya aiddir. İberiya ilə həmsərhəd olmaq, bu da ancaq Albaniyaya aiddir. Ona görə burada bir dənə doğru cavab var, o da Y cavabıdır, yəni burada 2. 12-ci suala gəlirik. Deməli, Manna Atropatena dövlətlərinin heç birinə aid olmayan bəndi müəyyən edin. Qədim dövrdə meydana gəlmiş dövlət olması, hər ikisi nə aiddir? Birinci milli ikinci yarısının süqut uğraması, bəli, doğru cavab budur. Çünki birinci milli ikinci yarısında Azərbaycanda sadəcə Albaniya dövləti var idi, sonra Ərəb xilafəti əsarətə başlayır, sonra da Şirvanşahlar Sağcılar dövləti yaranıb və biz burada nə Atropatena, nə Mannanı görə bilmərik. Çünki bu dövlətlərimiz eradan əvvəl birinci minillikdə mövcud olub. Ona görə də bu bir cavablarda təbii ki, hər ikisinə aid olan cavablardır. Və burada doğru cavab B-dir. Deməli, 13-cü suala baxırıq. Uyğunluq pozulmuşdur. İran üçün xarici siyasət işğal edilmiş Manna torpağının azad edilməsinə yönəlmişdi, bəli. Azərbaycan ərazisində iki dövlət təxminən 3 min il əvvəl meydana gəlib, bəli. Nəzərə alsaq ki, biz 2024-cü ildə yaşayırıq. Mannada eradan əvvəl, ilk dövlətimiz olan Mannada eradan əvvəl 1-ci minillikdə yaranıb. Təxmini olaraq eradan əvvəl 1-ci min il ilə 2-ci min illiyi toplayanda, bizim yaşadığımız təxmini 2000 ili toplayanda bu 3000 eləyir. Ona görə də biz deyə bilərik ki, bəli, Manna təxminən 3000 il əvvəl yaranıb. İran vilayətləri birləşdirməklə Azərbaycanı birləşdirməyə istəyirdimi, nail olmaq istəyirdim? Əlbəttə ki, xeyr, ona görə doğru cavab C-dir. Digər cavablarda da uyğunluq pozulmur. 14-cü sual. Uyğunluğun gözlənmədiyi bəndi müəyyən edin. Manna şimal sərhədlərinin Araz çayına çatması, yəni şimal sərhədlərinin Araz çayına çatması Manna və Atropatena hər ikisinə aiddirmi? Bəli. Qədim dövrdə meydana gəlmiş dövlətlərdir. Albaniyada, İberiyada. Bu da uyğundur. Eradan əvvəl 1-ci milin ikinci yarısında meydana gəlib Albaniyada, Atropatenada, bəli. Makedoniyalı İskəndərin hücumuna məruz qalıb. Nə Albaniya məruz qalıb, nə də Atropatena, çünki İskəndərin ölümündən sonra yaranıb bu dövlətlər, ona görə doğru cavab dedir. Eradan əvvəl 1-ci minillikdə paytaxta çevrilib həm Qazaxa, həm də İzirtu, bəli. Burada da uyğunluq gözlənilib. Dolayısıyla bir daha təkrar edirəm ki, doğru cavab dedir. 15-ci suala baxırıq. 15-ci əsrdə baş vermiş hadisəni müəyyən etmək lazımdır. Səfəvilər dövləti 15-ci əsrdə yoxdur. Şirvanşahlar dövləti Səfəvilər dövlətindən yenə. Bu da yanlışdır. Səfəvilər dövlətinin yaranması ümumiyyətlə yanlışdır. Çünki Səfəvilər dövləti deyilsə artıq 16-cı əsrdir. Qara Yusif tərəfindən Teymurlərin hücumlarının qarşısına alınması, bəli, doğru cavab dedir. Vahid dövlət də bilirik ki, 15-ci əsrdə bir daha vurğuluruq ki, Azərbaycanda vahid dövlət olmuyor. Doğru cavab dedir. 16-cı sual. Şirvanşahlar dövlətinin mövcud olduğu dövr 9-16-cı əsrdir. Çar Rusiyası Dərbənd xanlığı hücum edib 19-cu əsr. Azərbaycan dili, türk dili vahid ünsiyyət dilinə çevrilib 11-12-ci əsrdə. Demək cavab B. O zaten buradan tapdıq. Çünki 9-16 arasında olub. C ona görə deyil ki, Albaniya dövründə inşa edilib Dərbənd qalası. Təhmasib, 2-ci Təhmasib 18-ci əsrdə hakimiyyətdə olub. Muğan qurultayı da 18-ci əsrdə. Ona görə də cavab B-dir.
17-ci suala baxırıq. Bərdəninlə bağlı mətn verilib. Bərdəni bilirsiniz ki, 944-cü ildə tutulub və mətni dərsliyə əsasən burada tutulan nədir? Nəzərdə tutulan nədir? 10-cu əsrin 40-cı illərdə ruslar qərbdən gəlib Azərbaycana, xeyr, şimaldan gəliblər Xəzər dənizinə, oradan da Kür çayı vasitəsilə Bərdiyə doğru gediblər. Yəni bu da yenə şərq istiqamət eləyir, ona görə də olmaz. Rusların Bərdiyə hücum zamanı Azərbaycan xilafətinin tərkibində idi, xeyr, 10-cu əsrdir, artıq biz 9-cu əsrdə xilafətin tərkibindən çıxmışıq. 10-cu yüzillikdə Azərbaycan sərvətlərini ələ keçən ruslar burada öz dövlətini qurdular, qətiyyən belə bir şey yoxdur, çünki onlar şəhəri sonradan tərk edirlər. Rusların Bərdiyə yürüşü zamanı Azərbaycanın müstəqil dövlət mövcudu idi. Bəli, mövcud idi. Təbii ki, ən azından Şirvanşahlar dövlətinin mövcudluğunu biz bilirik. Xəzər dənizindən gəmilərə üzərək Azərbaycan torpağına yaxınlaşmış ruslar Albaniyanın paytaxtı Bərdə olub, amma 10-cu əsrdə Albaniya dövləti yox idi. Ona görə doğru cavab deyilir. 18-ci suala baxırıq. Sacilər dövlətinə aid deyil. Hökmdarı Yusif Sacıoğlu ölkə ərazisini genişləndirmişdi. Bəli. Daxili çəkmələr nəticəsində zəifləmişdi. Bəli. Vahid dövlətə çevirə bilməmişdi. Aha, burada deməli bu yanlışdır. Niyə? Çünki bilməmişdi yazılır. Bilmişdi əslində. Şirvanşahlar arası hala salıb, Ərəb xilafətinə bir müddət xərac ödəmişdi. 19-cu suala baxırıq. Səlcuqların Azərbaycanı fəth etməsi nəticələrinə daxil deyil. Türk dili ortaq ünsiyyət vasitəsində çevrildi. Bəli. Mədəni həyatda canlanma baş verdi. Doğrudur. Azərbaycan torpaqları bir dövlətin tərkibində birləşdirildi. O da doğrudur. Vahid ölçü çəki sistemi tətbiq edildi. O da doğrudur. Ölkənin müdafiə qabiliyyəti zəiflədi və pərakəndəlik artdı. Tam tərsinə müdafiə qabiliyyəti artdı və pərakəndəliyə son qoyuldu. Doğru cavab yedir. 20-ci suala baxırıq. Uyğunluq pozulmuşdur. İlk Səlcuq dövləti Mərkəzi Asiyada yaranıb. Doğru. Oğuzlar xaqan idarə edirdi. Doğru. Oğuzlar haqqında rəvayət və əfsanələr toplanmışdı. Oğuznamələrdə. Doğru. Böyük Səlcuq imperiyası sultanlıqlara və təbəələrə parçalanmışdı. Bu da doğru cümlədir. Əfşarlardan fərqli olaraq Səfəvilər Qızılbaş dövləti idi. Bəli, bu yanlışdır. Niyə? Çünki hər ikisi, bu iki dövlətimizin hər ikisi Qızılbaş dövləti sayılır. Atabəy Eldənizdən fərqli olaraq Nadir. Qalibiyyəti müharibə nəticəsində dövlət qurmuşdur. Bəli. Bu yanlışdır. Niyə? Çünki hər ikisi dövlət yaradıb. Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlət tərkibində birləşdirmişdi. Heç biri ilk dəfə birləşdirməyib. Bunu Yusif Sacıoğlu eləyib. Təbriz yaratdığı dövlətin paytaxtı Təbrizi paytaxt etmişdi Nadir. Xeyr, Məşhəd şəhərini paytaxt edib. Xəzər dənizində hərbi donanma yaratmışdı. Bu da aldadıcıdır. Nadir Şah donanma yaratmağa çalışmışdı. Doğru cavab yedir. Şah titulu götürmüşdü. Bəli. Atabəy Eldəniz nə sultan, nə də şah titulu götürmüşdü. Dövlət Atabəy kimi idarə edirdi. Və Nadir isə şah titulu götürüb. Biz bunu bildik Muğam qurultayında. Davam edirik. 22-ci suala baxırıq. Açıq suallar gəlir artıq. Deməli, Nadir Şaha aid deyil. Şəki xanlığına qarşı mübarizə aparması. Aparıb, Rusların tutduqları Azərbaycan torpaqlarını çıxarılması. Bu Nadir xana aiddir. Səfəvilər dövründə olub. Ona görə bunu götürürük. Xəzər dənizində hərbi donanma yaratmağa çalışması bu aiddir. Səfəvilər dövlətinin son hökmdarıdır. Bu aid deyil. Təbii ki, Əfşarlardır. Əfşar hökmdarıdır. Hindistana yürüş etməsi edib. Dolayısıyla burada aid olmayan, Hindistana yürüş edib. Ona görə də bunu da götürmürük. Və olur burada doğru cavab 2 və 4. 23-cü sual xronoloji ardıcıl müəyyən etmək lazımdır. Şəki xanlığı yaranması, Nadir Şahın, yəni bu hadisələr ikisi 18-ci əsrdir, Qarabağ xanlığı yaranması da. Kürəkçə müqaviləsi 1805-ci ildir, yəni 19-cu əsrdir. Zaten 3 ən axıra qoyuruq. Amma bilirik ki, ilk müstəqil xanlığımız Şəkidir və Nadir Şahın dövründə yaranıb. Digər xanlıqlarımız, o cümlədən Qarabağ xanlığı da Nadir Şahın ölümündən sonra yaranıb, öldürülməsindən sonra yaranıb, parçalanması, yəni onun dövlətinin parçalanmasından sonra yaranıb, 1, 2, 3 olur doğru cavab. 24-cü sual xəritə sualıdır və Oğlanqalanın yerini müəyyən etməyi tələb edir. O bilirik ki, biz Naxçıvandadır, ona görə biz 4-ü götürməliyik. Və nəhayət 25-ci sual uyğunluq sualıdır. Uyğunluq sualıdır və burada iki dövlət soruşulur, Ağqoni dövləti və Səfəvi dövləti. 16-cı yüzilin əvvəllərində hərbi qələbələr ilə meydana gəlməsi bu deməli Səfəvilər dövlətinə aiddir. 15-ci yüzilin ikinci yarısında Osmanlı dövlətinin mübarizə aparması bu Ağqoni dövlətinə aiddir. Çar Rusiyası ilə mübarizə aparması bu da Səfəvi dövlətinə aiddir. 18-ci əsrdə mübarizə aparıb İsmail tərəfindən Təbrizin tutulması bu Səfəvilər dövlətinə aid kimi görsənə bilər, amma biz bilirik ki, o hadisə baş verəndə deməli Səfəvi dövləti yox idi və ona görə də aid deyil.
Beləliklə, bugünkü dərsimizdə başa çatdırdıq, əziz şagirdlər. İnşallah növbəti dərslərimizdə görüşənə qədər salamat qalın.